Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda doğal, qatqısız tomat pastasını necə hazırlayıram, bunu sizinlə paylaşmaq istədim. Bunun üçün əvvəlcə pomidorları təmiz-təmiz yuyuram. Pomidorun qabığını soymuram, bişirəndən sonra aş üzərindən keçirirəm, ona görə qabığını soymuram. Amma istəyə görə qabığını soyub, bişirəndən sonra blenderdən də keçirə bilərsiniz. Mən bu üsulla hazırlayıram. Pomidorların hamısını iri xırdalı doğrayıb, iki ayrı-ayrı iri qazana yığmışam. Qazanları qaza qoyub, qapağını örtüb, pomidorları bişirirəm. Əvvəlcə qazın aşağı xodunda qoyuram bişməyə, biraz pomidor suyunu buraxandan sonra artıq qazın orta xodunda bişirirəm. Ara sıra qarışdırıram, alt-üst eləyirəm ki, pomidorların hamısı yumuşalsın, yaxşı bişsin. Tam yumuşalıb hazır olana qədər ara sıra qarışdıraraq pomidorları bişirirəm. Belə gördüyünüz kimi pomidorlar artıq yumuşalıb, qabıqdan çıxır. Belə olduqda qazı söndürürəm, qoyuram, qalır biraz soyuyur. Yarı soyumuş hala gələndən sonra aş süzənə tökürəm. Aş süzəndən belə spatula yardımı ilə əzərək aş süzəndən keçirdirəm. Elə soyuq olduqda elə əllə də ovuşdurub aş süzəndən keçirmək olar. Amma biraz isti olduğu üçün mən hələ ki spatula ilə əzib aş süzəndən keçirdirəm. Qazanların ikisini də aş süzənə boşaldıb aş süzəndən keçirdirəm. Qabığı bir də tumu çıxır. Aş süzənin məsamələri biraz iri olduğu üçün pomidorun toxumları şirənin içinə tökülüb. Mən yenə sürtgəçdən keçirtdim ki, içində pomidorun tumları qalmasın, təmiz olsun. Amma yenə dediyim kimi siz qabığını soyub bişirib blenderdən də keçirə bilərsiniz. Mən bu qaydada hazırladım. Tumunu da təmizləyəndən sonra təmiz pomidor şirəsini qazana töküb qoyuram bişməyə. Qaynamağa başlayanda artıq qazın orta xodunda həcmi tam azalıb qatılaşana qədər bişirirəm. Ara sıra baxıram, qarışdırıram. Həcmi yavaş-yavaş azalmağa başlayır. Tam qatılaşana qədər bu qaydada ara sıra qarışdırıb tomat pastasını bişirirəm. Belə gördüyünüz kimi artıq demək olar ki, tamam qatılaşıb. Tam da qatı, quru eləmirəm, bir az. Mən biraz duru götürürəm. Tomat turş olarsa, istəyə görə az şəkər toz əlavə eləmək olar. Mən əlavə eləmədim. Sonda az duz əlavə eləyirəm. O da dad verməsi üçün heç duz da əlavə etməyə bilərsiniz. Belə gördüyünüz kimi suyu tamam çəkilib, qatılaşıb. Rəngi də çox gözəldir, çox gözəl tomat pastası alınır. Artıq qatılaşmağa başlayıb, göz-göz qaynayanda qazın atəşini tam azaldıram ki, qazanın dibi vurmasın. Tomat pastam demək olar ki, artıq hazırdır. Qazı söndürüb ocaqdan götürürəm. Təmiz yuduğum steril bankalara yığıram. Hələ istidir, duru görükür, amma soyuyandan sonra daha da qatılaşır. Bankaya yığandan sonra artıq steril eləmirəm, elə qapağını bağlayıram. Elə bu qaydada qoyuram, qalır. Soyuyandan sonra soyuducuda saxlayıram. 5 kilo yarım pomidor almışdım. 1 ədəd 450 qram, 1 ədəd yarım kiloluq, biraz da artıq tomat pastası qaldı. Siz də hazırlayın. Necə hazırlayırsınız, öz fikirlərinizi mənimlə bölüşün. Videomu izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Sağ olun, yeni videolarda görüşənədək.